Ben sizden soruşuram, İmam Zamanın huzuruna çatsız birdən, Allah qismət elədi də məsələn. İmam Zamanın huzuruna çatsız, ağadan nə istəyirsiniz? Hər biriniz özünüz cavabını verin. Çünki mənə birdən qismət olsa mən nə istəyərəm? Bir nəfər var idi Əbu Turabi adında, çox böyük məqam sahibi idi o. O ağanın huzuruna çatanda ağadan belə bir şey istədi. Dedi, ya İmam Zaman, mən sənin qapıya gəlmişəm, İmam Zamanla görüşən adamlardan biriydi. Buyurdu ki, ərz elədi İmam Zamana ki, sizdən istəyirəm ki, həyatımı sizin tərəfdarlarınıza sərf edeyim. Mən sizdən istəyirəm ki, ölənəcən sizi sevənlərə xidmətçi olun. Sizi sevənlərin o ən ehtiyaclarına, məzlumların xidmətində olun. Siz Əhl-i Beytin tərəfdarlarına nökərlik eləmək istəyirəm. Bunu mənə qismət edin. Ki, mən xidmət eləyim, çətinliyi olanda mənim əlimdən olsun. O deyirdi ki, insanların ayağının altında gərək torpaq olasan ki, Allah səni uzatsın. O qədər insanlara xidmət eləyəsən. Bircə dəfə görüşür, hacət istəyir, İmam Zaman ağa deyir ki, Allahdan istəyin ki, mən ölənəcən sizi sevənlərin xidmətçisi olun. Və burada nəsə əyri əskiyim də olsa sizdən kömək istəyirəm ki, əlimdən tutun. Bax, bu qədər özündən xaricdir, bir dənə özü üçün heç nə istəmir. Başqası üçün istəyir. Allah da o qədər ucaldır insanı. Qəlb nə qədər məndən azaddır, qəlbdə nə qədər başqa şeylər var, məndən qeyri, bir o qədər insanın qiyməti çoxdur, dəyəri çoxdur insanın. Bir dənə istək, niyyət, dua ürəklə müvafiq olsa, görərsən bir taleyi dəyişər. Soruşdular, Əllamə məclisi necə oldu, Əllamə məclisi oldu? Alimlərdən biri cavab verdi ki, atası gecə namazına durmuşdu, gecə ibadət elirdi, dua elirdi, birdən bu da beşikdə idi. O ağladı o vaxtı. Ağlayanda atanın məhəbbəti cuşa gəldi, qaynadı ürəyində, əlini qaldırdı, dua edir, ilahi, mənim bu övladımı din alimlərindən, dinə xidmət eləyənlərdən qərar ver. Gecə yarısında bir dənə ürəyin istəyinə müvafiq dua bir insanın taleyini dəyişdi. Dua bu qədər əhəmiyyətlidir. O dərəcələrə getdi, çatdı. Udu'uni əstəcib ləkum. Çağırın, cavab verim. Bir şərtlə ki, ürəyinizdə istədiyiniz şeyləri dilinizə gətirin. Biz deyirik yerdən, məni bağışla, amma biz doğrudan bağışlanmaq istəyək. Doğrudan o bağışlanmağın istəyi ürəyimizə düşsün. O istək olsa səhərdən axşamacan fikrim bu olacaq ki, necə eləyim Allah məni bağışlasın. İstək buna deyərlər. Yoxsa elə mexaniki biz hərdən dualar eləyirik ki, Allah məni bağışla, filan kəsi bağışla. Dua budur. Dua budur ki, ürək bir şey istəyə. Doğrudan insan istəyə Peyğəmbərlə məşhur olar. Peyğəmbərin cəmalını görmək istəyə, İmam Hüseynlə məşhur olmaq istəyə, doğrudan ürəyə istəyə İmam Hüseyni, doğrudan ürəyə Peyğəmbər istəyə və ürəyə baxıb verirlər, dilə baxıb yox. Məsələ bundadır. Qədr gecəsində, bu gecələrdə ürəyə baxıb deyirlər. Bir arzu görürsən insana müsbət təsir qoyur. Bir nəfər alim danışıb öz dilindən eşitmişəm. Deyir ki, dostlardan biri mənə zəng elədi, dedi ki, Kərbəlaya istəyirsənsə, Şaban ayının 3-cü gün İmam Hüseynin mövludunda elə bilərəm ki, kömək eləyərəm Kərbəlada olarsan. Deyir, dedim, çox yaxşı olar. Hazırlaşdım getməyə, 3-ü oldu, zəng gəldi ki, yox, qalıb, təxirə düşdü, eybi yoxdur. El eləyərik cümə gecəsində, müstəhəbdir. Bu gecədə Kərbəlada İmam Hüseyni ziyarət eləyərsən, cümə axşamında, cümə gecəsində. Deyim, mən yığdım yükümü, hazırlaşdım ki, Kərbəlaya gedirəm. Özdə cümə gecəsində İmam Hüseyni ziyarətinə. Çox şad halda, elə mən hazırlaşırdım, birdən zəng elədi ki, bəs alınmadı. Bu alınmadı deyəndə mən ah çəkdim, dedim, ah, kəş bu cümə gecəsi Kərbəlada olaydı. Bu arzu ürəyimdən keçdi, çox istədim bunu. Deyir, səhəri gün bir nəfər mənə zəng elədi, dedi ki, sən barədə bir yuxu görmüşəm ki, cümə gecəsi, dünənki gecə, İmam Hüseyin ağanın hərəmində oturmuşsan, danışırsan və qəbrin içindən bir nurani adam çıxır, sənə bir hədiyyə verir. Səndən də qabaq bir arif adamla birinə dedim, təbir eləsin yuxunun mənasını. O dedi ki, o filan kəs ki, sən yuxuda görmüsən,
Heç nə bilmir. Deyir, əvvəl qərar idi ki, Kərbəlaya gedə. Alınmadı, cümə gecəsi getdi İmam Hüseyni ziyarət elədi. Deyir, bu yuxunu mənə danışanda mən dedim ki, özümə dedim ki, kaş hər cümə gecəsi ürəyimdən bu arzu keçsə ki, ah, kaş Kərbəlada olardım. Allah bu niyyətin hər birinə bir dənə Kərbəla ziyarətini yazır insan üçün. Qiyamətdə deyəcəklər ki, sən məsələn İmam Hüseyin ağanı filan qədər ziyarət eləmirsən. Halbuki bu adam heç Kərbəlada olmayıb. Ona görə ki, ürəkdən istəyib onu. Əsas qəlbdir. Əsas buna baxırlar ki, ürək nəyi istəyir? Bax, duanın mənası budur. Əsas baxırlar, ürək nəyi istəyir? Ürəkdə olan şeylərə uyğun verirlər insanlara. Duada bizə deyirlər, deyin, ya leytana kunna ma'ak. Kaş səninlə olardıq Kərbəlada. Yəni, bu istəyi ürəyinizə salın. Kərbəla şəhidlərindən olarsınız sizdə. Onların arxasınca gedərsiniz. Kərbəlanın siyahısı bağlanmayıb. Kərbəlanın siyahısı açıqdır. Qiyamətə qədər o şəhidlər elə bilirsiniz 72 nəfərdir. Yox, açıq qalıb siyahı. Kim adını yazdıra bildi, yazdırdı. Bir şey tələb olunur. Ürəkdən istəyəsən ki, kaş mən orada olardım, İmam Hüseyin ağanı qoruyardım. Kaş orada olardım, İmam Hüseyin ağanın yolunda şəhid olardım. Bu istəklərə az şey kimi baxmayın. Bu istəklər mühüm şeylərdir. Çox mühüm məsələlərdir. Əli əleyhissalam döyüşdə idi. Bir nəfər dedi ki, kaş... Mən sözümü tamamlayıram, vaxtınızı çox almayacağım. Bir nəfər dedi ki, kaş mənim bir qardaşım, ya oğlum, ya dostum, nəyim var, o da kaş bizlə olardı. Əli əleyhissalam qələbə çalmışdı düşmənə. Həzrət Əli ona baxdı, dedi, onun ürəyi bizi istəyirdi. Deyirdi, bəli, o ürəyi istəyirdi ki, o burada olsun. O zaman Əli əleyhissalam burada, o bizlə idi. Nəinki o, hələ o insanlar ki, dünyaya gəlməyib, gələcəkdə yaşayacaqlar. O insanlar ki, hələ sonra dünyaya gələcəklər, onlar da arzulayacaq. Kaş Əli əleyhissalama dəstək verənlərdən olardım, onlar da bizləndir. Onlar da bugün qələbə çalıblar. İstək çox mühüm şeydir. Allah hər şeyi insana verir, ürəyinin istəyinə uyğun. İnsan o həqiqəti görəndə doğrudan da bu dünyanın o qızıl gümüşü vallah daş kimi görsənir, uşaq oyuncağı kimi görsənir adama. Uşaq oyun. O şey ki, onun üstündə cəmaat qan tökür, öldürür, ölür, nə cür əzablara düşür, bəsirətli insan ona daş kimi baxır. Həqiqətən də daş dilə daşdan başqa bir şeydir, şərti şeylərdir. O əldə olan uşaqlar görürsən kağızdan pul düzəldər, sən baxıb gülərsən, o bəsirətli adam bizim əlimizdə olan pulu da öyle o kağız kimi görür. O pula dəyər verən, o kağıza dəyər verən odur ki, onu haqqın yolunda sərf eləyəsən, o başqa məsələ. Onda o kağız olur mənəvi bir neymət, bir dəyər. Amma o olmayandan sonra insan çox kiçik görür bu dünyanı. Dünya ahiretin zahiridir. Bu dünyanın batini qiyamətdir. Allah bu dünyanın arkasında qiyameti gizlədir. İnsan gərək o həqiqətləri tapsın. O həqiqətlərdən agah olsun. Biz zahiri görürük. Amma özümüzün də başqalarının da həqiqəti var. Peyğəmbər Nəbə surəsini görmüsünüz. Yevmə yunfəxu fis-sur fətə'tuna əfvaca. Buyurur ki, o gün sur üfürürlər və siz insanlar dəstə-dəstə gələrlər. Dəstə-dəstə. Peyğəmbər orada baxın o hədisə sayır. Bəzi insanlar filan, üzr istəyirəm, heyvanın surətində. Bəziləri filan heyvanın surətində. Bu nağıldır, biz oraya heyvanlar aləminə düşməmişik. Bu elə dünyanın həqiqətidir. Elə indi dünyanın içində də bəzisi o surətdədir. Sadəcə bu dünya maddiyyat örtüb qoymur o həqiqət görsənsin. Amma elə o dünyadakı olan şeylər də orada zahir olur. İnsan var deyir, elə heyvan surətində gələcək məhşərə ki, ondan dünyada yoxdur heyvandan. Çünki insanın yırtıcısının elədiyi fəsadı heç bir heyvan eləməz. Aleyhisselam buyurur, fəs-suratu suratu insan vəl-qəlbu qəlbu heyvan. Siz ki görürsünüz iki ayaq üstə gəzirlər, bunların çoxsunun ürəyi batini heyvani xislətdədir. Şeyx Rəcəbəliyə Allah bəsirət vermişdi. Dedi, mən bu küçədən o küçəyəcən getdim, sıx küçə idi də o küçə. Dedi, bilmirəm, bir dənə ya iki dənə insan surətində adam gördüm. Qalanları xəbərimiz yoxdur bizim indi. Xəbərimiz yoxdur. Ma əksərəl həcic. Həcdə dedi ki, imama ki, nə qədər hacı çoxdur maşallah bu il. İmam əli ilə işarə elədi, o baxdı,
Gördü ki, heyvanlar təvaf edir, üzr istəyirəm sizdən, Kəbə ətrafına. Deyirlər, 1-2-3 nəfər insan var idi. İmam baxdı, dedi ki, hacı azdır, hayküy çoxdur, qışqıran çoxdur, ləbbeyk deyən çoxdur. Hacı 1-2 nəfərdir ki, görürsən, insan surətində gəlib. Bir gün bu həqiqətlər aşkar olacaq, o qiyamətdir. Pərdə çəkilir, insan kimdirsə onu da görür. Bu halda da özünü də başqalarını da görür. Bəziləri buyurur ki, yəs'a nuruhum beynə əydihim və əymanihim. Bəzi insanlar qiyamətdə gedəcək, sağdan, öndən nur saçacaq bütün məhşərə. Hərəkət eləyəcək. Necə dünyada çıraq idilər, işıq kimi nur saçırdılar, başqalarına yol göstərirdilər. Başqaları onların vasitəsi ilə haqqı tapırdı. Bəzi insanlar qiyamətdə yol gedəndə onların işığı ilə başqaları da gedəcək. Eyninlə buradakı səhnədir. وَجَعَلْنَا لَهُ نُورًا يَمْشِي بِهِ فِي النَّاسِ. Bəzi insanlar haqqında Allah deyir ki, bəzi insanlara nur vermişəm ki, o nurla cəmaat içində gəzirlər. Cəmaat onların vasitəsi ilə haqdan, həqiqətdən xəbərdar olur. İndi həmin bu həqiqət ki, dünyadadır, qiyamətdə zahirə çıxacaq. Bəzi insanlar gələcək, işıqlı, nurlu, başqa möminlər də ki, dünyada onlar vasitəsi ilə haqqı tapmışdılar, onun nuru ilə cənnətə gedəcək. Kafirlər də deyəcək, bizə də nurunuzdan verin. Onlar da cavab verəcək ki, bu nuru orada gərək istehsal edərdim dünyada. Onu oradan gətirmişik, burada veriləsi bir şey deyil. Cəhənnəm əzabında olan insanların bir əzabı da bilirsiniz nədir? Deyirlər, yolu görməzlər. Zülmətdədirlər. Olur ya, hərdən işıq sönür, otağa girirsən, əlində bir şey yox, güclə gedirsən ki, bir dənə nəyisə götürəsən. Cəhənnəmə gedənlər rahat belə öz ayaqları ilə, keyflə cəhənnəmə getməyəcək. Cəhənnəmə gedəcək dərd yarı, hələ yolu da görmür. Qaranlıq, zülmət içində. Çünki dünyanın batinidir axirət. Onlar dünyada həqiqəti görmürdülər, əslində onlar indi də zülmət içindədirlər. Bu dünyadan pərdə çəkilir, orada o həqiqətlər zahir olur. Cənnətin nuru nədəndir? İzə şəmsu kuvverət. Orada günəş yoxdur. Allah buyurur ki, günəş söndüyü zaman qiyamət baş verəcək. Qiyamətdən qabaq günəş sönəcək, ulduzlar dağılacaq, işıq, nur saçan bir şey olmayacaq. Cənnətin fəzasının nuru müminin işığıdır, müminin nurudur. O gün hər şey öz həqiqətində zahir olacaq. İnsanlar hər şeyi həqiqi olduğu kimi görəcəklər. O da yaradılış aləminin batinidir, həqiqətidir. Burada olan şeylərin həqiqətlərini orada görəcəklər. Odur ki, insan oruçluqda o şeylərin fikrində olsun gərək. Mutu qəblə ən təmutu buyurur, Peyğəmbər buyurur ki, ölməmişdən qabaq ölün. Yəni, öz içinizdə olan o meyilləri öldürün ki, can vermək rahat olsun sizə. Bir dişi çəkirsən necə çətindir, bəzi onu kötüyü də bərk olur, çıxartmaq olmur. Kafirin dünyadan köçməsi belədir. O qədər bağlanıb dünyaya, o bağlar qırılır ölən anda, elə bir kök salmış ağacı qopardırsan, necə çətindir? O qədər bağlanıb. Amma möminin can verməsi deyir, gülü iynəmək kimidir. Çünki artıq dünyadaykən o bağları qırıb. Bir dənə qalıb ölümün təbii hissəsi. Ölümə nə lazımdır? Ölüm insanın bu maddi dünyadan ayrılmasıdır. Bu yaşayarkən maddi dünyadan ayrılıb. Bir dənə qalıb ruhun bədənindən çıxması. Odur ki, ölüm onun üçün çox rahatdır. Bunun üçün gərək insan biraz yükünü yüngülləşdirər. Təxəffəfu hədislərdə var. Yükünüzü yüngül eləyin ki, uça biləsiniz, yuxarı pərvaz eləyə biləsiniz. Əleyhissalam hər gün məsciddə olardı. Hər gün axşam namazını məsciddə qılardı. Ondan sonra uca səslə qışqırardı. Cəmaat hələ məsciddən çıxmamış. Qışqırardı, deyərdi, təcəhhəzu, rahiməkumullah. Yüklərinizi bağlayın, Allah sizə rəhm eləsin. Azıqınızı hazırlayın. Nə götürəcəksiniz götürün. Karvan getdi. Hazırlaşın, hazır olun. Onu bilirsiniz günün axırında nə üçün deyirdi? Çünki mümin sabahki günü ömründən saymaz. Mümin əgər sabahki günü ömründən sayırsa, o imanı kamildir. Bugün sənin əlindədir.
Hər gün belə düşün ki, ömrümün axırıncı günüdür. Və bu təfəkkürlə insan yaşasa, səhər duranda desin, bu gün mənim axırıncı günümdür. Sabah bilinmir, doğrudan da elə günlərin biri axırıncı olacaq. Amma sən ki bilmirsən, sənin üçün elə hər gün axırıncıdır əslində. Hər gün axırıncıdır. Sən o cür düşün, yükü yüngül elə ki, o səfərdə məqsədə gedib çata biləsən. Mən sözümü yavaş-yavaş tamamlayıram. Quranın bir tapşırığı var. Ramazan ayında da Allahın adından mən bunu sizə deyirəm. Bu nəsihəti, Allahın sözünü ayın axırınacan yaddan çıxartmayın. Hətta lazımdır ki, ömrün axırınacan insan bunu unutmuyor. Bir cümlə sözdür, buyurur, ya eyyuhəl-ləzina amenu aleykum enfusekum. Buyurur, ey iman gətirənlər, özünüzü sizə tapşırıram. Ərəbcə bu gözəl çıxır, bilmirəm necə tərcümə. Özünüzdən müğayət olun, yəni ruhunuzdan müğayət olun. Aleykum enfusekum. Özünüzü sizə tapşırıram, ruhunuzu sizə tapşırıram. Bu qiymətli bir şeydir, diqqətli olun. Aleyhisselam buyurur, təəccüb eləyirəm, insanlar itirdiyin axtarır, özünü itirib axtarmır. Birdən qələmi axtarırsan, yoxdur. Ya açar görürsən, yoxdur. Hamıdan soruşsan ki, açarımı görmədin. Amma özü axtar. Əgər bəndəlik yolundasansa, onda yerindəsən. Yox, baxdın bəndəlik yolunda yoxsansa, deməli itimsən. Tap özü. Tap özü, axtar tap. Həyat insana bunun üçün verilir. İnsan axırıncı mənəmçiliyini ürəyində sındırmasa, həqiqətlərdən xəbərdar olmaz. Allah adamı qəbul eləməz. Bir kitabda mən oxumuşdum, deyir, bir aşiq gedir, məşuqun qalır, məşuq soruşur, kimsən? Deyir, mən. Kimdir? Deyir, mən. Deyir, get, əgər mən deyirsənsə, hələ bu evə girməyə haqqın yoxdur. Bir müddət sonra gəlir, yenə qapını döyür, yenə məşuq soruşur, kimsən? Deyir, sən. Deyir, hə, indi icazə var, daxil olasan. Allah bunu istəyib bizdən ki, bizdə özümüzdən heç nə qalmasın. Nəyimiz var Allahdan olsun. Gözümüz Allahın gözü olsun, əlimiz Allahın əli olsun. Hədislərdə var ki, insanlar belədir. Bütün bədən üzvləri haqqın xidmətçisidir. Bunun üçün gərək Allahla öz aranda olan o mənəmçiliyi qırasan ki, olasan Allahın. Bütün vücudundan Allahın olasan. Ona görə özü gərək axtarasan. Həzrəti Əbdüləzim, mən oxuyurdum o gün, gəlirdi İmam Hadinin yanına. Gəlirdi, deyir ki, ağa bax, mənim əqidəm budur, Allaha belə inanıram, qiyamətə belə inanıram, mənim əqidəmcə ölüm budur, filan budur. Bütün etiqadını danışardı İmam Hadiyə, deyərdi ki, indi mənə deyin ki, mən düz yerimdəyəm yoxsa yox, mən düz yoldayam yoxsa yox. Etiqadını ərz eləyərdi, təqdim eləyərdi öz imamına ki, mənim düşüncələrim bulardır, mənim əqidəm budur. İnsan bu şeylərlə məşğul olar ki, görəsən mənim baxışım düzdür, yanaşmam düzdür, mənim əməlim düzdür. Bu mühüm məsələdir. İnsan özünü taparsa, haqqı da tanıyar. Gəldilər, dedilər İmam Sadiqə ki, ağa biz dua edirik. Allah deməyib, ud'uni əstəcib ləkum, çağırın, cavab verim. Biz çağırırıq, cavab vermir, duamız qəbul olmur. İmam buyurdu, çünki elə kəsi çağırırsınız ki, onu tanımırsınız siz. Siz tanımadığınızı çağırırsınız. Əslində, siz Allahı çağırmırsınız. Siz Allahı tanımırsınız. Siz başqa şeyləri çağırırsınız. Allah deyib, məni çağırın, cavab verim. Sizin çağırdığınız Allahdır. Məni çağırın, cavab verim. Məni səsləyin, cavab verim. İnsan bunun üçün gərək mənəmçilikdən, qürurdan, təkəbbürdən azad olsun. Nəfsdən azad olsun. Və bunun üçün də insan gərək çalışsın, özünü hesaba çəksin. Peyğəmbər bir gün dedi ki, qiyamətin 50 dayanacağı var. Hərəsi 1000 il çəkir. Dayanacaqlar da soruşurlar. Diqqətlə soruşacaqlar orada hər şeyi. Ömrümüzü qoyacaqlar, təhlil edəcəklər bizim üçün. Siz özünüzü bilirsiniz necə təsəvvür edin. Elə bil ki, bir dənə kameradır. Oturublar, hamı sənə baxır hər dəqiqə. İnsan belə vəziyyətdəsin. Öləndə birdən baxacaq ki, elə biləcək ki, dünyada Allahla, məndən başqa heç kəs yox imiş. Allahın elə işi mənlə imiş. Hamı belə biləcək. Mən bu barədə sizlərlə çox danışmışıq ki, heç vaxt özünüzü kütlənin içində bilməyin. Həmişə özünüzü tək Allahla təkbətək bilin. Hər dəqiqə elə bilin ki, oturub ancaq sənlə məşğuldular və həqiqət də belədir. Ancaq sənə baxırlar, sənə diqqət edirlər, niyyətivə, baxışıva, duruşuva, sözüvə, əməlivə. Ancaq diqqət mərkəzində sənsən, sənə baxırlar.
Və qiyamətdə də bu pərdələr çəkiləcək, bir-bir təhlil olunacaq. Peyğəmbər buyurdu ki, 50 dayanacaq var, hərəsində 1000 il qalacaq insan. Bir nəfər dedi, ya Rasulallah, nə uzun gündür qiyamət günü. 50.000 il, nə uzun gündür bu. Peyğəmbər baxdı, dedi, and olsun o şəxsə, o kəsə ki, canım onun əlindədir. Mömin üçün bu müddət bir vacib namaz qədər tez ötüb keçəcək. Vacib namaz, zöhr namazı 4 rükət ən uzun 10 dəqiqə çəkir. 10 dəqiqə. Lap çox çəksə 10 dəqiqə. 10 dəqiqə ərzində keçəcək. Bilirsiniz niyə? Çünki mömin özü bu işi dünyada görüb. Dünyada özünü hesaba çəkərsə, orada hesab yüngülləşər. Möminə ora tanış aləmdir. Dünyada getdiyi aləmin həqiqətidir deyə mömin üçün sürətlə keçər. 10 dəqiqəyə iş qutarar. O biri görürsən 1000 il bir dayanacaqda qalıb, soruşurlar, niyə filan kəsə filan sözü dedin? Niyə filan kəsin haqqını yedin? Başını aşağı salır, xəcalət çəkir. Mən eşitmişəm ki, bəzi məqamlar olur ki, başını aşağı salır, deyir ki, kaş tez cəhənnəm aparsınlar da xəcalətdən ölürəm mən. Cəhənnəmi arzulayır özünə. Orada qalıb tər tökür, xəcalət çəkir, utanır. Bir var belə çətin sorğu sual. Hər şeyi soruşsunlar, yoxlasınlar. Bir də var deyirlər, sən keç. Sən keç, tez keç. Xatalarını da tez bağışlayarlar. Kimin? O adamlar ki, özlərini hesaba çəkirdilər. Hər gün, axşam orucluq aydı. Oturaq özümüzə mən kiməm? Bu sualı verək.